Mənim qəşəng qızım Ayşənim də artıq azadlıqdadır. Çəkilmək istəmirdi, məcbur qızı çəkdirdim. Niyə çəkilmək istəmirdi? Bax deyim sizə. Əsas problem bax sizdədir. Sizə görə çəkilmək istəmirdi. Çünki deyir ki, cəmiyyətdə məni dışlayacaqlar, mənə o damğanı qoyacaqlar, mənə o adını səsləndirəcəklər və mənim də sizə bir tövsiyəm bu qızlarımızın cəmiyyətə qayıtması üçün, həyata qayıtması üçün siz də dəstək olun. Çünki Ayşəmiz çəkmə müəssisəsində olduğu müddət ərzində Ayşə nə sertifikatlar qazanmışsan? Beynəlxalq sertifikat, qrafik dizayn, ofis proqramları. Və İKT təlimlərinə qoşuldu. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çəkmə müəssisəsində 3 ay ərzində keçirtdiyi böyük təlimlərdə iştirak elədi. Beynəlxalq sertifikat qazanan 6 qızdan biridir. Və indi yavaş-yavaş biz onu ingilis dilində mükəmməlləşdirəcəyik. Bizim üçlü dizayn proqramları üzrə gözəl işdə də işləyə biləcək. Ayşəmiz indi elə ali təhsil almağa da meyillidir, düzdürmü? Bəli. Bu işə daxil olacaq, oxuyacaq və qızımız artıq qaradan çıxacaq da. Çıx da bu qaradan. Çıx, qızımız rəngli geyinməlidir. İcazə verin, şərait yaradın. Ay cəmiyyət. Bax, indi sizdən gözəl şərhlər gözləyirəm. Çünki qız kompleksli idi. Dedim Ayşəm, sən indi sənə gələn o gözəl şərhləri dinləyəndən sonra günə kimi yaşadığın həyatı unuduruq. 21-dən sonra sənin üçün yeni həyat başlayır. Və bu həyatı əl-ələ veririk sizinlə birlikdə. Gələn sənin uğurlu portfolyomu paylaşacağım. Həvəslə paylaşacağım o portfolyonu, gələcək sənin yanına, sənin ofisdə, öz iş yeri və masanda bizi çayla ayarlayacaqsın. Danışdıq. Odur ki, birlikdə.